Biz də babalarımız kimi axtarırıq. Dilimizdəkini əzizləmək, gözümüz görəni itirməyək deyə. Axtarırıq tapmaq üçün, tapırıq qorumaq üçün. Dilimizi, dinimizi, torpağımızı, elimizi. Qarabağ ümumiyyətlə insan yaşayışının ən qədim məskənlərindən biridir. Xocalı özü 3 hissəyə bölünürdü. Buna Köhnə Xocalı, Qaçqınlar Xocalısı və Qala Dərəsi Xocalısı. Buradan tapılan nadir maddi mədəniyyət abidələri bu yaşayış məntəqəsinin eramızdan əvvəl 2-ci minillikdən fasiləsiz olaraq yaşayış yeri olduğunu sübut eləməkdədir. İstər Haydat, istər Asala adlanan hərbi terrorçu təşkilatların üzvləri planlı sürətdə, məqsədyönlü şəkildə Xocalı faciəsini icra etdilər. Tarix faktlar sübut edir ki, Xocalı Azərbaycanın ən qədim diyarlarındandır. Xocalı toponimi adında geniş yayılan türk mənşəli oronimlərin çox qədim tarixi vardı. Bütün bunlar Azərbaycan toponimik sistemində milli toponimlərin üstünlüyünü sübut edir. Məlum olduğu kimi, Azıq insanından başlayaraq insanların yaratdığı Quruçay mədəniyyətindən, Küraraz mədəniyyəti, Xocalı Gədəbəy mədəniyyətindən keçən qədim mədəniyyət mövcuddur ki, bu mədəniyyəti yaradanlar həmin indiki Azərbaycanın bu ərazisində yaşayan və deyək ki, ermənilərin işğal edib çıxartdığı insanların ulu əcdadlarının yaşadığı yerlərdir. Yəni bu, əvvəlcədən o məsələyə toxunduğu işğalın adını çəkdim və demək istəyərdim ki, ermənilər bəlkə də dünyaya səpələndiyinə baxmayaraq, bütün tarix proseslərdən xəbərləri var. Onlar Xocalının, Qarabağın, nəinki Azərbaycan tarixində, bütün Cənubi Qafqazın tarixində mühüm tarixi silsiləsini başa düşürlər. Onlar onun tarixi əhəmiyyətini vaxtında dırnaqarası çox yaxşı qiymətləndirdiklərinə görə bu strateji əhəmiyyətli qədim mədəniyyət mərkəzini işğal eləməyə çalışdılar və bilirsiniz ki, onu da işğal etdilər. Azərbaycanın çox qədim yaşayış məskənlərindən biri Xocalı şəhəridir. Buradan tapılan nadir maddi mədəniyyət abidələri bu yaşayış məntəqəsinin eramızdan əvvəl 2-ci minillikdən fasiləsiz olaraq yaşayış yeri olduğunu sübut eləməkdədir. Qeyd edim ki, son tunç və ilk dəmir dövr abidələri ilə zəngin olan bu ərazidən tapılan maddi mədəniyyət nümunələri təkcə Qarabağın, Azərbaycanın yox, ümumiyyətlə bu regionun o dövrkü tarixini öyrənmək üçün bizə çox gözəl nümunələr verir. Tədqiqatçılar bir məsələdə çox haqlıdırlar ki, Azərbaycanın qədim maddi mədəniyyət abidələrini öyrənmək üçün Xocalı abidələri bir açar rolunu oynayır. Son dərəcə zəngin maddi mədəniyyət abidələri ilə dolu olan Xocalıdakı bu abidələr hələ 19-cu əsrin ikinci yarısından Azərbaycana gələn və yaxud burada çalışan xarici alimlərin, tədqiqatçıların da diqqətini cəlb eləmişdir. Məsələn, Şuşa şəhərində Alman dili müəllimi işləyən Emil Resler 1892-1903-cü illər arasında Qarabağda, Gəncəçay boyunda tədqiqatlar aparmışdı. Və buradan tapılan maddi mədəniyyət abidələrini sistemləşdirərək Eneolit, Son Tunç, ilk dəmir dövrü təsnifatını verərək Almaniyaya göndərmişdir. Rus şərqşünaslarından Xanukov, Alman tədqiqatçısı Berje və digərləri də burada tədqiqatlar aparmışdır. Doğrudur, onlar tədqiqatlar nəticəsində tapılan maddi mədəniyyət nümunələrin öz ölkələrinə aparmışlar. Amma hər halda onlar da bu barədə məlumatlar vermişdir. Bugün başkənd Qaragav, Canhəsən, Cavadlar, Cəmilli, Kosalar, Yaloba və Xocalı özü də daxil olmaqla təbii ki, bunlar birlikdə Xocalı rayonunun
ərazisini, deməli, rayon inzibati deməli, ərazisini təşkil edir və bu gün Xocalı bütün strukturların aparatı da rayon icra hakimiyyəti də işləyir və onlar Ağzakənd ərazisində əsasən məskunlaşmışlar. Və Xocalı tarixi bilirsiniz ki, çox qədim tarixə malik olan, zəngin tarixə malik olan bir regiondur, Qarabağın bir ərazisidir. Təkcə ilə Xocalı Gədəbəy mədəniyyətinin timsalında bunu görmək olar. Yəni, son Tunc və ilk dəmir dövrüdür. Əgər biz tarixilik nöqteyi nəzərindən götürsək, yəni eramızdan əvvəl 13-cü və 7-ci əsrləri əhatə edən qədim, çox qədim bir tarixi dövrə malikdir. Buradan bilirsiniz ki, o Xocalı qəbristanlığından çoxlu sayda bəzək əşyaları, nümunələr tapılmışdır. Hətta Assuriya çarı Adandirariya məxsus olan burada o muncuq da buradan tapılmışdır. Xocalı rayonu şimaldan və şimal-şərqdən Kəlbəcər və Ağdam rayonları, qərbdən isə Laçın rayonu ilə həmsərhəddir. Ərazisi 926 kvadrat kilometrdir. Rayonun əvvəlki adı Xocalı olub. 1930-78-ci illərdə Stepanakert, Xankəndi, 1978-91-ci illərdə Əsgəran, 1991-ci ildən isə yenidən Xocalı adlandırılıb. Minilliklər boyunca Xocalının ərazisində qədim türk tayfaları yaşamışdır. Bunu Xocalının ərazisində tapılan tarixi və mədəniyyət abidələri bir daha isbat edir. Xocalının ərazisində olan abidələr kompleksi tariximizdə Xocalı Gədəbəy mədəniyyəti adı altında öyrənilən tarixi mədəniyyət abidələridir. Ki, bunların tarixi bizim eramızdan əvvəl 14-cü, 13-cü əsrdən bizim eramızdan əvvəl 7-ci, 6-cı əsrə qədər, yəni son Tunc erkən dəmir dövrünə aid edilir. Burada biraz Xocalının yerləşdiyi ərazinin qədim dövrünün tarixi arxeoloji tədqiqinə fikir verək. Bilirsiniz ki, Kürəraz mədəniyyətinin ən geniş ərazilərdə yaşayan bir mədəniyyət olduğunu tarixçilər və bəlkə də ziyalıların çoxu bilirlər. Bunu bilirlər ki, bütün Cənubi Qafqazı əhatə edən Anadolunu, İran yaylasını və Şimali Qafqazı əhatə edən Kürəraz mədəniyyətinin əsas mərkəzi Tunç dövrü abidələrini yaratmış, həmin bizim indiki Kürəraz arasında olan və mərkəzində də Qarabağın yerləşdiyi insanların yaratdığı mədəniyyətdir bu. Kürəraz mədəniyyətinə diqqətlə nəzər salsaq, insan cəmiyyətinin inkişafı tarixində çox mühüm bir dövrdür. Bu dövrdə maldar tayfaların, insanların yaşayışında əsas rol oynayan maldarlığın inkişafı, sonra maldar oturaq əkinçilik sisteminə keçilməsi bu ərazilərdə əlverişli şəraitin olmasına görə mümkün idi. Xocalının ərazisində olan tarixi mədəniyyət abidələrində ümumiyyətcə bu abidələr haqqında elmi ədəbiyyatda ilk rəsmi məlumat hələ 7-ci əsr Alban tarixçisi Musa Kalankatlı tərəfindən verilmiş Qarabağın abidələri adı altında və əsasən Xocalı abidələri 19-cu əsrin 80-ci illərindən öyrənilməyə başlanmışdır. Elmi ədəbiyyatda Xocalı abidələri haqqında ilk məlumat verən Rusiya Coğrafiya Cəmiyyətinin üzvü Veysenkov olmuşdur. Bundan sonra həmin cəmiyyətin üzvü İvanovski tərəfindən ən geniş şəkildə isə vaxtilə 19-cu əsrin axırlarında Şuşada Realnı məktəbinin Alman dili müəllimi olmuş milliyyətcə Alman Resler tərəfindən verilmişdir. İngilis Bayer, Fransız Berger 19-cu əsrin axırlarında Xocalı ərazisində arxeoloji qazıntılar aparmış və yekunda bu qənaətə gəlmişdir ki, Xocalının ərazisində olan tarixi mədəniyyət abidələri
nəinki Azərbaycanın, eyni zamanda Qafqazın və bütövlükdə bəşər tarixi üçün tükənməz mənbə və araşdırmalar üçün etalon rolunu oynayır. Təsərrüfatın inkişafı, maldar və əkinçilik təsərrüfatının inkişafı elə bir vəziyyət yaratmışdır ki, artıq bu ərazilərdə əlavə dəyər, əlavə qazanc, deyəcək ki, buna hətta tarixdə izafi qazanc da deyirlər, meydana çıxmağa başlamışdır. Bu, əkinçi və maldar təsərrüfatı ilə sənətkarlığın ayrılmasına səbəb oldu. Tayfa ittifaqlarının böyüyüb çoxaldığından əlaqədar olaraq bu ərazilərdə tayfalar əkinçilik üçün yararlı olan geniş ərazilərdən daha yuxarılara qalxır, maldarlığın inkişafı üçün daha əlverişli yerlərə gedirdilər. Və bu inkişaf nəticəsində həmin ərazidə, bizim danışdığımız Xocalı ətrafında olan ərazilərdə təsərrüfat elə sürətlə inkişaf etmişdi ki, xeyli müddət keçdikdən sonra burada artıq sinifli cəmiyyət meydana çıxmışdı. Yəni artıq döyüş başçıları, sərkərdələr, deyək onların döyüşçüləri, qullar, quldarlar və s. meydana gəldiyi bir dövr idi. Xocalı abidələrinin içərisində ikisi xüsusilə önəmlidir. Yəni onlar nadir abidələrdən hesab olunur. Bunlardan biri menhirdir. Menhir özü İngilis sözü olub uzundaş deməkdir. Onlar adətən Böyük Britaniyada çox ağır, 40-50 ton çəkisində olan daşlardır. Düzdür, Xocalıdakılar nisbətən kiçikdir. Amma bilirsiniz, bunun əhəmiyyəti odur ki, bu qəbilə quruluşu dövrünün qalığıdır. Adətən qəbilə başçısı dünyasını dəyişərkən onun başı üzərində bir növ heykələ bənzər bir daş funksiyasını yerinə yetirmişdir. Ən maraqlısı odur ki, hətta 20-ci yüzülün 70-ci illərinə qədər, yəni 1970-ci illərə qədər o ərazinin sakinləri bu menhirlərdən birin ibadət yerinə, çox müqəddəs bir yer kimi ziyarət eləmişdilər, daimi ora gəlmişdilər. İkinci növ abidə buna kromlech deyilir. Kromlechlər adətən qəbirlərin içərisindən dik bastırılmış bir köndələn daşda üzərinə qoyulan qəbirlərə deyirdilər. Bütövlükdə Xocalıda biz fasiləsiz olaraq biri-birini əvəz eləyən 5 qəbir tipinə rast gələ bilirik ki, bunun da əsasında tam əsasla arxeoloqlarımız söyləyir ki, burada eramızdan əvvəl 2-ci minillikdən müasir dövrümüzə qədər daimi olaraq yaşayış məskəni olmuşdur. Xocalıda olan abidələr kompleksi Xocalının ərazisində kompleks şəkildə yerləşir. Bu tarixi abidələr dövr etibarilə biri-digərini tamamlayır. Yəni son Tunc Erkən Dəmir dövründən, eramızdan əvvəl 14-cü, 13-cü əsrdən, eramızdan əvvəl 7-ci, 6-cı əsrə qədər təxminən 800-900 il ərzində Xocalı ərazisində yaşayan qədim türk tayfaları bu ərazidə kurqan mədəniyyəti salmışlar. Bundan sonra daş abidələrimiz, daş səndüqə qəbirlərimiz, daş kitabələr, bayaq qeyd elədiyimiz kimi daş labirintlər, nekropollar, menhirlər və s. bütün bunlar öz səciyyəsinə görə başqa yerlərdən tapılan tarixi mədəniyyət abidələrindən fərqlənir. Xocalı özü mərkəz olanda, yəni kənd şəhər statusu aldı, o Xocalının inzibati mərkəzi hesab olundu. Onda 91-ci ildə 7000-ə yaxın əhalisi var idi və Xocalı özü 3 hissəyə bölünürdü. Buna Köhnə Xocalı, Qaçqınlar Xocalısı və Qala Dərəsi Xocalısı. Yəni biz bilirik ki, onsuz da zaman-zaman Azərbaycan xalqının başına gələn o məşəqqətlər, faciələr çoxdur və o cümlədən də 20-ci əsrin əvvəllərində belə iki faciə ilə üzləşmişdi Azərbaycan xalqı, o cümlədən də Qarabağ cəmaatı və bunların biri bilirsiniz ki, 1905-7-ci il birinci müsəlman-erməni davasından, ikincisi də 1918-20-ci il erməni-müsəlman davasında və onun nəticəsi olaraq
həmin adı çəkdiyimiz oikonim, yəni belə deyək, yer adı, yəni Qaçqınlar Xocalısı və dediyim kimi əvvəlcə o köhnə Xocalıdan, yəni o İlis çayının yuxarı hissəsində Xocalının öz köhlü sakinləri yaşamışlar və zaman-zaman, yəni 1918-20-ci və 1905-7-ci illər məlum hadisələrindən əlaqədar olaraq oraya çoxlu sayda bizim həmvətənlərimiz, Azərbaycanlılar köçürmüşlər. Rayonun kənd təsərrüfatında heyvandarlıq, üzümçülük və taxılçılıq əsas yer tuturdu. Əhali arıçılıq, baramaçılıq və meyvəçiliklə də məşğul olurdu. Rayonda şərab və pivə zavodları, məişət xidməti kombinatı, tikinti müəssisəsi fəaliyyət göstərirdi. Xocalı toponimi iki cür var. Bir Xoca sözü hamı bilir ki, Azərbaycan xalqının dilində bir elm adamı, müəllim kimi, savadlı adam məsələn gedir. Yəni bu Xocalı kəndi, bu Durdublu Xocalıda var. Araz çayı boyunda da Xocalı kəndi var, Naxçıvan Muxtar Respublikasında. Dağlıq Qarabağın ərazisində bilir ki, Xocalı kəndi var. Yəni bu o mənada ziyarlılıq mənasını verən. İkinci bir mənası da yenə deyirəm, Şah Abbasın dövründə salınan, deməli əslində bu Kürün Şirvan tayında əvvəl salınıb və orada kənarda Xocalı Musalı olub. Bir rəvayətə görə də bunlar iki qardaş olublar. Xoca və Musa ilk dəfə burada Şah Abbasın köçürtdüyü adamlardan, yəni yaxınlarından bura salınıb. Ondan sonra isə Xoca Kürün Muğan tayına, yəni indiki dayandığımız Xocalı kəndinə köçüb və burada yaşamağa başlayıb. Və təbii ki, ona yaxın adamlar onların başına yığışıb və o vaxtdan da Kürün Şirvan tayı Musalı, Muğan tayı isə Xocalı adlanıb. Hətta mən deyimsə ki, Xocalı ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində də məlum olmuşdur ki, bu ərəfədə, yəni Tunç dövrünün sonu, Dəmir dövrünün əvvəllərində bu ərazilərdə artıq insanların siniflərə bölünməsi prosesi baş vermişdi. Və bu proseslər həm də özünü onda göstərir ki, o yerdəki yeni təsərrüfat, yeni inkişaf yaranır və o inkişafın nəticəsində yaşayış yerləri də öz xarakterini dəyişir. Kəndlərdən şəhərlərə çevrilir. Və o dövrə aid böyük kurqanlar, qəbirstanlıqlar və deyək ki, siklop tikintiləri göstərir ki, həqiqətən də eradan əvvəl 14-13-cü əsrlərdə 7-ci əsrə qədər qədim yaşayış məskənləri mövcud idi, şəhər tipli qalalar mövcud idi və bu ərazidə yaşayan adamlar hətta ön Asiya ölkələri ilə mübadilə iqtisadi əlaqələr də saxlayırdılar. Xocalıda ən maraqlı tarixi tapıntı isə mən deyərdim ki, Qışlaq kəndinin yaxınlığındakı qəbirstanlığımızda və 6 saylı Haçatəpə kurqanından tapılmış, hələ eramızdan əvvəl son Tunc Erkən-Dəmir dövründə yaşanmış. Bəzi mənbələrdə 8-7-ci əsr göstərilir. Ancaq bəzilərində 14-13-cü əsrdə yaşayan Assuriya hökmdarları 1-ci Adad-Nirarinin möhrü olan əqiq muncuqlar. Bəli, bu Azərbaycan tarixində mixi yazı ilə ilk